Həzrəti Musa əleyhissalam öz münacatında Allaha belə ərz etdi: Ey mənim pərverdigarım, nə üçün Məhəmməd əleyhissalamın ümmətini sair ümmətlərdən fəzilətli etmisən? Allah Teala buyurdu: Onlara 10 xislətə görə bu fəziləti vermişəm. Həzrəti Musa əleyhissalam ərz etdi: O xislətlər hansılardır ki, Bəni İsrailə əmr edim, onları yerinə yetirsinlər. Müteal Allah buyurdu: Birincisi namaz, ikincisi zəkat, üçüncüsü oruc, dördüncüsü həc, beşincisi cihad, altıncısı cümə namazı, yeddincisi cemaat namazı, 8-ci Qur'an, 9-cu elm və 10-cu Aşura. Musa əleyhissalam ərz etdi: Ey mənim pərverdigarım, Aşura nədir? Allah Teala buyurdu: Aşura, Məhəmmədin nəvəsinə ağlamaq, onun övladının müsibətində mərsiyə oxumaq və əzadarlıq etməkdir. Ey Musa, mənim bəndələrimdən Mustafa'nın övladına ağlayan, yaxud özünü ağlamaqla vurub əzadarlıq edən elə birisi yoxdur ki, onun yeri behişt olmasın. Öz peyğəmbərinin qızının övladının məhəbbəti yolunda, öz malından təam ehsan edən, yaxud bundan başqa dirhəm və ya dinar xərcləyən elə bir bəndə yoxdur ki, dünyada onun hər dirhəminə 70 dirhəm bərəkət verməyin. Belə bir bəndə mütləq behiştdə olar və günahlarını da bağışlayaram. And olsun öz izzət və cəlalıma. Aşurada və ya qeyri günlərdə bu müsibətə görə gözlərindən bir damla yaş axan elə bir kişi və qadın yoxdur ki, onun üçün 100 şəhidin əcr və savabını yazmayın. 15-ci hədis. Mərhum Əllamə Məclisi Biharul Ənvar kitabında qeyd edir ki, Əd-Durrus Səmin kitabında müəllifi Allah Teala'nın buyurduğu Fətələqqa Adəmu min Rəbbihi kəlimətin sözünün təfsiri haqda belə rəvayət edir. Adəm əleyhissalam ərşin aşağısına baxanda Peyğəmbər Əkrəm sallallahu aleyhi və alihi və səlləm və məsum imamların adlarını gördü. Cəbrail əleyhissalam ona təlqin etdi ki, Allah dərgahında yalvarıb belə desin: Ya Həmidu bihaqqi Muhammed, Ya Ali bihaqqi Ali, Ya Fatiru bihaqqi Fatimə, Ya Muhsinu bihaqqil Həsəni vəl Hüseyn və minkəl ihsan. Adəm əleyhissalam Hüseynin adını yad etdikdə gözünün yaşları axdı.
qəlbi sındı, kövrəldi və dedi: Ey mənim qardaşım Cəbrail, beşincisinin adını dedikdən sonra qəlbim sındı və göz yaşlarım axdı. Cəbrail əleyhissalam dedi: Bu sənin övladın Hüseyndir. O elə ağır bir müsibətə düçar olacaq ki, bütün müsibətlər onun yanında kiçik olacaq. Sonra Adəm əleyhissalam dedi: Ey mənim qardaşım, o hansı müsibətdir? Cəbrail dedi: Susuz, qərib, kimsəsiz və yalqız halda şəhid ediləcək. Ona kömək edən və dadına çatan bir kimsə olmayacaq. Ey Adəm, əgər onu görsəydin, elə bir riqqətli halda olar və o qədər aman susuzluqdan, aman köməksizlikdən deyər ki, hətta susuzluq onunla göylər arasında tüstü kimi pərdə olar. Onun cavabını qılıncdan və şəhadət şərbəti içilməkdən başqa bir şeylə verməzlər. Onun başını qoyunun başı kəsilən kimi arxadan kəsərlər. Düşmənləri, xeymələrini, bütün əmlakini qarət edib, onun və köməkçilərinin kəsik başlarını qadınları ilə birlikdə gəzdirərlər. Beşincisinin başına gələn hadisələr Allahın əzəli elmində bu cür müqəddər olmuşdur. Sonra Adəm əleyhissalam və Cəbrail əleyhissalamla birlikdə ağlaşdılar.